30 yaşın var, ailə qurmamısan və düşünürsən ki, bəxtin yoxdur. Ola bilər sən münasibət qura bilmirsən ya da qurduğun zaman onu davam etdirə bilmirsən. Münasibət təkcə hiss deyil, ünsiyyət bacarığıdır. Münasibətdə güvən vermək qədər güvənmək də önəmli bir məsələdir. Kimi tez güvəndiyi üçün münasibət qura bilmir, kimi güvənə bilmədiyi üçün. Kimi bütün insanlarda bir qüsur axtarır və hər zaman da nəsə tapdığı üçün münasibətə girə bilmir, kimi də heç bir qüsuru görməməyə çalışır və kimlə gəldi münasibətə girir, elə məhz buna görə də dərin münasibət yaşaya bilmir. Bəzən də yox demək bacarığı olmadığı üçün münasibətsiz qalır. O qədər sevilməyə ehtiyacı var, o qədər evliliyi canla, ürəklə istəyir ki, məhz buna görə o qədər böyük fədakarlıqlar edir ki, qarşı tərəfin gözündən düşür, bəlkə özünə kifayət qədər dəyər vermirsən, bəlkə sən o qədər özünü sevmirsən ki, partnyorun da onu hiss edir, o da sənin kimi sənə dəyər verməyə başlayır. O səni sevəcəkdi, amma sən icazə vermədin səni sevməsinə. Elədiyin fədakarlıqlar, yaxşılıqlar partnyorunu çaşdırmağa başlayır. Düşünür ki, bu hamıyla belədir. Yəni problem səndə deyil, sənin özünə baxışındadır. Sənin özünə verdiyin dəyərdədir.